Son zamanlarda pasientlərimizin ən çox şikayətlərindən biri də yuxusuzluqdandır. Yuxu niyə belə önəmlidir? Keyfiyyətli bir yuxu bədənimizin gümrah, dinç olması, əhval-ruhiyyəmizin yüksək olması, immun sistemimizin güclənməsi, gündəlik işlərimizdə konsantrə olmamız üçün önəmlidir. Günlük yuxu saatı cinsə, yaşa, iş rejiminə görə dəyişə bilər, amma araşdırmalar göstərir ki, günlük 7-8 saatlıq yuxu adətən bizə kifayət edir. Yuxunun müddətindən başqa həm də keyfiyyəti önəmlidir. Keyfiyyətli bir yuxu üçün bəzi diqqət etməli nüanslar var. Öncəliklə hər gün eyni saatda yatağa getməyə diqqət etməliyik. Bu adətən gecə saat 10 və 12 arasındadır və hər gün eyni saatda qalxmağa önəm göstərməliyik. Yəni günlük toplam yuxu saatımız 1-2 saatdan çox dəyişməməsinə önəm göstərməliyik. Məsələn, bir gün 10 saat yuxu yatıb, bir gün isə 4 saat yuxu yatmamalıyıq. Bunun arasındakı fərq çox az olmalıdır. Yataq otağı sərin, qaranlıq, səssiz olmasına önəm göstərməliyik. Yatmazdan ən az 1 saat əvvəl telefon, televizor kimi elektronik vasitələrdən uzaq durmalıyıq. Axşam yeməyində ağır yeməklərə üstünlük verməməliyik. Yatmazdan əvvəl çox çay, kofe tükətməməliyik. Çay ən azından ən gec saat 9, kofe üçünsə ən az saat 6-dan sonra tükətmək önərilmir. Kitab oxumaq kimi rahatlatıcı vasitələrdən istifadə edə bilərik. Günlük 20-30 dəqiqə təmiz havada gəzmək, idmanla məşğul olmaq da yuxu keyfiyyətinə təsir göstərir. Yuxu sağlamlığımız üçün çox önəmlidir. Bunu unutmayaq və bu saydığımız nüanslara diqqət etməyə çalışaq.